Bəqərə surəsi 11-ci ayədə belə bir hissə var. Deyir, onlara yer üzündə fəsad törətməyin deyildiyi zaman biz ki ancaq xeyirxahlıq edənlərik deyirlər. Burada onlara deyəndə kimi nəzərdə tutulur? Yəni ümumiyyətlə bunun izahı nədir? Zəhmət olmasa bunun izahını ver də. Mən onlar deyəndə burada ayələrin əvvəlinə baxanda da görürük ki, Allah Taala burada münafiqlərdən danışır. Münafiq sözünü bir növ riyakar kimi tərcümə eləmək olar da. Çünki riyakar nədir? Çölü başqadır, içi başqa. Ki münafiqlər də elədir də. Sadəcə burada indiki dövrdə də elə münafiq adamlar var da. Baxırsan ki, sənin yanında belə deyir, sonra gedir başqa yerdə belə deyir. Bax Allah deyir ki, onlara yer üzərində fəsad törətməyin dedikdə onlar nə deyirlər? Allah deyir ki, onlara yer üzərində fəsad törətməyin dedikdə onlar nə deyirlər? Deyirlər ki, biz fəsad törətmirik, yaxşı işlərlə məşğuluq. Yəni bu bir növ cahillik idi də. Yəni biri var avam qövm, avamdır da, yəni heç nəyi bilmir. Biri var da cahil qövm. Cahil qövm ancaq öz nəfsi xeyirlərini güdür. Yəni bu gün sənin yanında nəfsinə xeyirli olan nəsə varsa deyir, hə belədir. Sabah gedir o tərəfə görür ki, yox, orada dünyəvi başqa bir xeyir var, qaçır deyir ki, yox, o belə deyil, bu belədir. Yəni Allah burada münafiqlərdən danışır və deyir ki, onlara biz nə qədər bildirsək də fəsad törətməyin, onlar törətdiyi fəsadları öz içlərində, yəni öz nəfslərində yaxşı iş törədilmiş kimi görürlər. Yəni o adamlara xeyir yox. Bu adamlara da bir növ cahil deyirlər də. Yəni onlar indiki dövrdə də elə insanlar var. Və Bəqərə surəsi 12-ci ayədə də deyilir ki, sözsüz ki, onlar fəsad törədənlərdir. Amma bunu başa düşmürlər. Ona mən belə başa düşürəm ki, 12, 11-in davamıdır da. Burada da bir dənə fəsad törədənlərdir, başa düşmürlər. Yəni onlar ümumiyyətlə fəsad törədənlərdirsə, niyə görə başa düşmürlər ki? Deyir, sözsüz ki, onlar fəsad törədənlərdir. Bəli, elə bu dünyada fəsad törədən, nifaq salan riyakar adamlardır. Yəni, nəinki o vaxtki dövr, indiki dövrdə elədir. Yəni, bu ayələr ki, var burada münafiqlərdən danışır Allah Taala. İnsan bu Quranı oxuyanda oturub elə fikirləşir, dərin fikirləşir, görür ki, elə indiki dövrdə də elə riyakarlar var. Və bu fəsad törədən, nifaq törədən kimdir? Riyakar insanlar. Aləmi bir-birinə qatan kimdir? Riyakar insanlar. Amma məsələ bizə arasındadır. Məsələ işin orasındadır ki, və bu fəsad törədən, nifaq törədən kimdir? Riyakar insanlar. Aləmi bir-birinə qatan kimdir? Riyakar insanlar. Amma məsələ bizə arasındadır. Məsələ işin orasındadır ki, bu adamlar fəsad törətdiklərini başa düşmürlər. Bir növ elə bir onlar deyirlər ki, qatıq qaradır, qaradır. Yəni onlar o qədər, onların artıq qəlbi daşlanıb ki, onlar o qədər öz qəlblərini itiriblər ki, elə bilirlər ki, elə bunlar nə deyirlər, düz deyirlər. Elə bilirlər ki, bunlar elədiyi işlərin hamısı yaxşı işdir. Amma belə baxanda onlar elə yer üzərində fəsad törədənlərdir. Yəni fəsad törətmək, yəni o mənaya gəlir ki, kiminsə arasına nifaq salmaq, nəyinsə işin gedişatını əl uzatmaq, yalan danışmaq, bir növ danışdığı yalanlarla insanların taleyi ilə, insanların qədəri ilə oynayanlar. Allah burada bildirir ki, belə qeyd edib. Onlara bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin deyildiyi zaman biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək, sual veriblər. Deyirlər. Doğrusu onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. Bunu mən ümumiyyətlə bu ayəni başa düşmədim. O ayədə süfəha sözü işlədilib. Süfəha, yəni ağılsız. İndi bax bu münafiqlər ki var ha, ki onlara o vaxtları Peyğəmbər gedib deyirdi ya, bu iman gətirənlər kimi siz də iman gətirin. Onlar nə cavab verirdilər? Deyirlər ki, biz də ağılsızların iman gətirdiyi kimi iman gətirək. Halbuki onlar deyir, başa düşmür ki, elə ağılsız onların, yəni səfi onların elə özləridir. Ümumiyyətlə, bax, bu dövrdə də elə insanlar var. Məsəl üçün, ümumiyyətlə, bax, bu dövrdə də elə insanlar var.
Məsəl üçün vasitəçi insanlar olur da, gedir deyir ki, baxın da, yəni bunlar kimi iman gətirmək lazımdır. Onu istehza edirlər, yəni lağa qoyurlar. Bax o vaxt elə idi. Peyğəmbər gedib o insanlara ki, o bir münafiq bir qövm var idi, cahil qövm. Gör nə qədər cahildilərsə, gör nə qədər artıq ağıllarını, ruhlarını itiriblər ki, nəfsin gör nə qədər əsarətində qalıblar ki, Allaha təslim olan bəndələrə səfeh deyirlər. Amma onlar başa düşmürlər ki, səfeh onların özləridir. Onlar bunu başa düşməyəcəklər. Çünki başa düşmək üçün birinci ağıl, ikinci qəlb lazımdır. Ağıl başa düşür, qəlb onu başlayır sonradan idrak eləməyə, yəni nə etməyə, əməldə göstərməyə. Onlar artıq insan bir növ süfəha olanda görürsən Allah deyir ki, ağılsız onların özləri idi. Yəni onlar ağıllarını da itiriblər ruhları kimi. Bəqərə surəsi 14-cü ayədə belə qeyd olunub. Onlar möminlərlə rastlaşdıqda biz iman gətirdik deyirlər. Öz şeytanları və mötərizə açılıb burada haşiyə alınıb, azmış dostları ilə təklikdə qaldıqda isə biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik deyirlər. Ümumiyyətlə burada iman gətirənlər niyə görə dostlarının yanında başqa, burada başqa? Bunlara ümumiyyətlə riyakar adı vermək olarmı? Yoxsa burada nə başa düşə bilərik? 11-ci ayədə nə dedim? Dedim münafiq çölü başqa, içi başqadır. Bugünkü gündə də bizim ətrafımızda elə insanlar olur da, olmur ki bəyəm. Elə bil ki, gəlirsən yava, oturursan, danışırsan, deyirsən belədir, elədir, o da səndən razılaşır. Elə ki, gedir başqa yerə və başlayır səni istehza eləməyə. Bax, o vaxtda elə idi. Elə ki, Peyğəmbəri görürdülər, onun ətrafındakı iman gətirmiş səhabələri görürdülər, deyirdilər ki, elə ki, Peyğəmbəri görürdülər, onun ətrafındakı iman gətirmiş səhabələri görürdülər, deyirdilər ki, siz deyən kimidir. İslam dinidir, Allah təkdir, falandır, filandır, başlayırlar deməyə. Elə ki, gedirdilər o tərəfə, başlayırlar başqa söz deməyə. Çünki bizim dilimizdə də var elə sözlər deyil, İngilis bayrağı, gah o yana əsir, gah bu yana. Bunlar cahil qövmdür. Bunların qəlbi bağlanıb. Nə qədər desən də xeyir yoxdur. İndi də var elə insanlar. Bax, günün bu günü də elə insanlar var. Görürsən ki, oturur sənin yanında, deyirsən, belədir, elədir, falandır, filandır. Sonra çıxır, gedir, yenə öz dediyin deyir. Və Bəqərə surəsi 15-ci ayədə qeyd olunub ki, Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. Ümumiyyətlə, istehza sözünün açılışını bilmirəm və sərgərdan sözünü də bilmirəm. Amma mən belə başa düşürəm ki, azğınlıqları artacaq. Amma sərgərdan nədir? Bax, 15-ci ayədə görsən ki, deyir Allah onlara istehza, yəni onlar necə ki, möminlərə lağ eləyərlər, Allaha lağ eləyərlər, Allah da onlara o qədər, Allah da onlara lağ eləyər. Və onları neyniyər? Sərgərdan, yəni ağıllarını başlarından alar. Yəni ağılsız olarlar. Bir növ keçən dəfə də danışmışdıq da, Allah misal üçün pis bir əməl eləyən bəndənin ki, əməl eləyir, pisdir, tövbə eləmir, cəzasını necə verir? Allah misal üçün pis bir əməl eləyən bəndənin ki, əməl eləyir, pisdir, tövbə eləmir, cəzasını necə verir? Növbəti günahı eləmək üçün şərait yaradır. Yəni əzabını içindən artırır onların. Yəni insan ki, bir səhv eləyər, nə olar səhv eləyəndə? Səhv bizim fitrətdə var da o. Gərək ki, səhv eləyəndə biz o keçəcəyik də bundan sonra o Adəm Peyğəmbərinin hekayəsi gələcək, danışacaq orada. Yəni adam səhv eləyər, nöqsan eləyər, amma nöqsan elədikdən sonra gərək tövbə eləsin. Çünki Allah məni bağışla, bir daha eləməyəcəm. Amma bax bu insanlar o qədər artıq qəlbləri möhürlənib ki, artıq onlar heç tövbə də eləmirlər. Allah da onlar ağıllarını başdan alır. Yəni neyinir onlara bir növ cəza verir. Ağıl başdan getdi, elə başlayır pis əməllər eləməyə. Belə. Bəqərə surəsi 16-da belə qeyd olunub ki, onlar doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər. Burada bunların qazancları nəyə görə qazanc gətirmədi ki?
və hətta bunun davamında da belə qeyd olunub ki, onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar. Özlərinə də heç bir şeyə görə bilməyəcəkləri zülmət içərisinə buraxar. Və bunun davamında da deyir ki, onlar kar, lal və kör olduqlarına görə doğru yolu qayıtmazlar. Ümumiyyətlə çox qarışıqdır və 16, 17, 18-ci ayələrin üçü də bir-birinə oxşur. Ümumi bu barədə zəhmət olmasa ətraflı izah versən çox xoş olar. Deyirsiniz ki, ayədə Allah nə deyir? Deyir ki, onlar nəyi bir növ eləsək də şərh versək, gör deyir, nəyi nəyə dəyişən insanlardır. Elə bil ki,